İnsan həm dünyada, həm axirətdə salamat olmaq istəyirsə fitnələrdən uzaqlaşmalıdır. Fitnələrə yönəlmək olmaz və hətta fitnələrdən qaçmalısan, fitnəyə aparan qapıları belə bağlamalısan. Allah Resulü sallallahu aleyhi və səlləm Uqbə ibn Amir ondan soruşanda, nəsiyyət istəyəndə Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, dilini qoru, evinlə kifayətlən və günahva ağla. Yəni, öz günahının dərdini çək. 3 dənə əsas mühüm tövsiyə. Və burada evinlə kifayətlən nəyə işarədir? Yəni, fitnələrə gedmə, fitnələrdən qaç. Çünki fitnə insana gəldisə, aparacaq. Fitnədən çox az adam salamat qalır. İstəyir şəhvət fitnəsi olsun və ya şübhə fitnəsi. Şübhə də daha da təhlükəlidir. Şübhə qəlbə düşdüsə, o insanın boş rahat buraxmır. Gedəcək, aparacaq. Və səhabələr daim Allaha sığınıblar. Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələr fitnədən Allaha sığınıblar. Allah Resulü sallallahu aleyhi ve sellem sahabələrinə tövsiyə eləyir ki, Təavvəzu billahi minəl fitəni mə zahirə minhə və mə batan. Fitnələrin açıq-aşkarına da, açıq-aşkarından da, gizlinindən də Allaha sığının. Zahir olan və gizli olan nə fitnə varsa Allaha sığının. Ona görə dualarda gəlib ki, Allahümmə inni əuzu bikə minəl fitəni mə zahirə minhə və mə batan. Bu cür dua etmək. Allahım, zahir olan və batin olan, bilinən və bilinməyən fitnələrdən sənə sığınıram. Və başqa bir hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, İnnəs səidə ləmən cunnibəl fitən. Xoşbəxt o kəsdir ki, fitnələrdən çəkilir. Fitnələrdən uzaqlaşan xoşbəxtdir.